Onkoloji xəstəliklərin yaranmasının əsas səbəbi bədən immunitetinin zəifləməsidir, bədən müqavimətinin zəifləməsidir. Müqaviməti azaldan əsas səbəb yenə də stres, psixonevrolojidir. Negativ xəbərlər də çoxdur. Negativ təbii ki, sosial şəbəkələrdə insanların çox vaxt keçirməsi, insanlar çox fokuslanır. əlbəttə, qanqaraldan xəbərlərdir, belə deyək. Sosial şəbəkə, telefon ümumiyyətlə əsrin bəlasıdır mən deyirəm. Yəni həqiqətən bu belədir, bu bir mənalıdır. Yenə də sosial şəbəkənin insanın əsəb sisteminə təsirindən qaynaqlanır. Yəni onkoloji xəstəliklərin yaranmasının əsas səbəbi immunitet zəifliyidir. Əsəb stres də immuniteti çökdürən əsas səbəbdir. Məsələn, insan üşüyəndə deyir ki, üşüyən adam artıq qrip də tutacaq, digər xəstəliklər də tutacaq. Aşağı olduğunu xəstələnənə qədər, xəstə deyilik. Amma immunitetin aşağı olduğunu necə bilək? Misal üçün, stresli, əsəbi insanlar deyir, üşüyürəm. Bu artıq müqavimətin zəifləməsinə və bütün xəstəliklərə